Deyilənə görə, o küçəyə çıxanda həyat bir anlıq dayanırdı. Avtomobillər toqquşur, insanlar baxışlarını ondan ayıra bilmirdi. Gözəlliyi nağılları xatırladırdı. Baxanlar onu unuda bilmirdi. Amma onun əsl hekayəsi gözəllikdən çox ötə idi. O, qayğısız bir uşaqlıq yaşadı. Ancaq talih onun üçün fərqli planlar hazırlamışdı. Həyatın amansız üzünü çox erkən gördü. Gözəlliyin arxasında gizlənən əzab, 8 illik həbsdə sınanmış arzular vardı. Bugün sizlərə 1960-cı illərin dəb ikonası, musiqişünas Nərgiz Xəlilova haqqında danışacağım. Nərgiz Xəlilova 1937-ci ildə Rusiya Federasiyası, indiki Sankt-Peterburq şəhərində jurnalist ailəsində dünyaya göz açmışdı. Nərgizin atası Ramazan Xəlilov Tbilisidə yaşayıb. O, Avar knyazının oğlu olub. Jurnalistik üzrə təhsil alıb. 1930-cu ildə Bakinski Rabochi qəzetinin müxbiri kimi Leningrada, indiki Sankt-Peterburqa akkreditə edilib və orada da Nərgizin gələcək anası əslən Belarusiyadan olan Elvira xanımı ilə tanış olub, ailə qurublar. Böyük Vətən müharibəsi bitdikdən sonra Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəlir və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşırlar. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi. Üzeyir Hacıbəyov dəfn olunanda orta məktəb şagirdi olan Nərgiz Xəlilova onun məzarı başında fəxri qaravul dəstəsində dayananlardan biri olub. Deyilənə görə Nərgiz o qədər gözəl imiş ki, o küçəyə çıxan zaman avtomobil qəzaları baş verirmiş. Nərgiz qayğısız uşaqlıq illəri yaşayıb. İsti ailə münasibəti ilə əhatə olunsa da, çox keçmir, xəstəliyindən əziyyət çəkən anası Elvira xanım dünyasını dəyişir. Həyat yoldaşı öləndən sonra Nərgizin atası dərin depressiyaya düşür. Lakin bir müddət keçəndən sonra o yenidən ailə həyatı qurur. Nərgiz çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla tanış olur. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri idi. Nərgiz Məliklə evlənir. Lakin bu evliliyin ömrü qısa olur. Bir neçə il keçəndən sonra Nərgiz və Məlik ayrılırlar. Səbəb kimi isə Nərgiz xarakterlərin uyuşmazlığını, ortaq maraqların olmamasını və həyat yoldaşının əsassız qısqanclıqlarını göstərir. O, təkcə gözəlliyi ilə deyil, həm də stili ilə diqqəti cəlb edir. Müslüm Maqamayev ona xaricdən dəvə uyğun geyimlər gətirir. Bakıda şalvarlı kostyumu ilk dəfə Nərgiz geyinir. Nərgiz Xəlilova valyuta cinayətində ittiham olunur və 8 il həbs cəzasına məhkum edilir. O, ilk yarım ili Rusiyanın Lepertov həbsxanasında, 5 il isə Bakıdakı ümumi rejimdə qadın kolonunda cəza çəkir. Nərgiz dəstə üzvlərinin sadəcə adını bilirdi, amma SSR hakimiyyəti onu onlarla əlaqədə günahlandırırdı. KGB-nin müstəndiqi İshak Gershfeld Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırmış və ona gizlicə aşıq imiş. Nərgiz azadlığa çıxan gün o, Nərgizə ürəyini açıb və ona aşıq olduğunu deyir. Nərgiz Xəlilova Gershfeldin təklifinə razılıq verib ona ərə gedir. Onunla 16 il bir yerdə yaşayır. Nərgizin atası Ramazan Xəlilov Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru idi. O, 1998-ci ildə vəfat edir. Onun ölümündən sonra Nərgiz vəzifəni öz üzərinə götürür. Deyilənə görə, Bakının sabiq meri Əliş Ləmbəranski 1961-ci ildə Nərgiz Xəlilovanın şərəfinə Bakının Fəvvarələr meydanında Nərgiz kafesini ucaldıb. Şair Rəsul Həmzətov Nərgiz Xəlilovaya şeir əsr edib. Otar Taktaşı Şpili roman, Arkadi Arkanov hekayə yazıb. 2008-ci ildə nəşr olunan Eduard Bağurovun Sevgililər romanında, 2019-cu ildə Regina Krasivskayanın Bakı şəhərinin əfsanəsi Nərgiz kitabında Nərgiz Xəlilovanın həyatına toxunulur. 1990-cı illərin sonlarında Nərgiz Xəlilova özünü pis hiss etməyə başlayır. Halsızlıq, tez yorulma onu əldən salır. 1998-ci ildə qardaşı Rüfət Nərgizi Moskvaya aparır. Orada onu yoxlamaq üçün Gertsen adına onkologiya institutuna yerləşdirirlər. İnstitutda Nərgizə leykoz diaqnozu qoyulur. Heç vaxt övlad sahibi olmayan Nərgiz Xəlilova vəfat edəndə onu sink tabutda Bakıya gətirdilər. O, 1999-cu ildə Bakıda yerləşən Rus qəbristanlığında anasının məzarı yanında dəfn olunmuşdur.